Saxta bayraq əməliyyatları nədir? Elə bax Türkiyə mətbuatı da bunun üzərində dayanır. Artıq ABŞ bu müharibəni bu şəkildə davam edə bilməyəcəyini başa düşür. Yəni bu şəkildə qalib gəlmək mümkün deyil. Sən gedəcəksən yenə bir nəfər, 2 nəfər, 3 nəfər deyək, lider öldürəcəksən. Onun yerinə İranda nə çoxdur orada deyək ki, əsgər sayı milyonlarla, yəni rəsmi, qeyri-rəsmi də elə milyondan 2 milyon yaxın bəs üzvlüyü deyilir. Yəni yerinə daha başqa birisini qoyacaqlar. Yəni bu şəkildə müharibə edir və ya sən 5 raket atacaqsan, 10 raket atacaq. Bu müharibənin yekunlaşdırmanın yeganə yolu İraq müharibəsi kimi quru qoşunların gəlməyi. Və bölgədə, mən bunu daha əvvəllər demişəm, Sinefirdə də, yəni öz yazılarımda paylaşmışam. İranda quru əməliyyatı, ordu bu əməliyyat o vaxt ancaq ola bilər ki, Türk ordusu fiziki olaraq İrana daxil olsun. Yəni bunu bölgədə eləyəcək ABŞ-ın gücü yoxdur. Bunu bölgədə eləyəcək İsrailin gücü yoxdur. Və bunlar Türkiyə niyə daxil olmalıdır ki? Yox, Türkiyə daxil olmayacaq. Amma Bəli. bu Türkiyə dəfələrlə təklif olunub və dəfələrlə buna çalışırlar. Çünki bölgədə başqa bu hərbi qüdrəti olan ölkə yoxdur. İndi bunlar yığırlar. Məsələn, deyirlər PKK-PYD terrorçularını Suriyadan yığıb gətiriblər Ərbilə. Məsələn, İran təsadüf deyil Ərbilə vurur. Ərbildə bütün otellər və saitdə dağıdılıb, təkcə aeroport yox. Çünki bu gələnlər oraya yerləşdirilir və ABŞ-ın nümayəndələri olaraq kim ki təlimat keçirir, onlara kimsə instruksiya verir, onlar da otellərə yerləşdirilir. Ərbildə salamat otel yoxdur bildiyim qədər. Digər tərəfdən Suriyada həbsxanada olan IŞİD terrorçularını da gətiriblər. Yəni təkcə PKK terrorçuları deyil, onları da gətiriblər və sərhəddən kiçik müdaxilə. Ancaq yəni onlar nə qədər effektiv ola bilər? Onsuz da İran elə 20 ildir PJK-la, IŞİD-lə, nə bilim bu digər o deyək ki, Bəluşların və sairə o terror təşkilatlarla mübarizə aparırlar. Yəni bunlar yeni bir şey gətirməyəcək ki. Və yaxud indi Bəluşlar Pakistan tərəfdən müəyyən qədər Əfqanistana qruplaşmalar, bunlar İranın başını qata bilər, müəyyən problemlər yarada bilər. Amma bunlar böyük problem yarada bilməyəcək. Hətta bu Bərzani bununla bağlı bir açıqlama verdi. Dedi ki, biz girməyəcəyik. Çünki bizə İsraillə deyir ki, siz daxil olun, İran daxil olun. Amma biz də Amerikadan belə bir təklif görmürük və bunun qarşılığında nə olacaq? Bunun yekun hədəfi nədir, onu da bilmirik. Yəni burada da nə demək istəyir yekun hədəfi nədir? Yəni əgər rejim İrandakı indi hakimiyyət qalacaqsa, bir dənə rəhbərlik dəyişəcəksə, onda bu deyir biz Kürdlər gedib niyə özümüz qırdıraq? Yəni əgər yox hakimiyyət dəyişəcəksə, parçalanacaqsa və s. onda əməkdaşlığa çıxdılar. Mən belə başa düşdüm əslində olan ifadəsindən. Amma hətta mən sizə deyim ki, bu Bəluşlar, nə bilim PKK, IŞİD və s. bunlar daxil olsa dəyişməyəcək. Əziz dostum, buyurun. Əsas məsələ burada Türkiyəni cəlb eləməkdir. Və bunun üçün saxta bayraq əməliyyatları hazırlanır. Bu ilk dəfə deyil. Baxın, mən bunu səhv eləmirəmsə, hətta 4-5 gün əvvəl bununla bağlı yazmışdım. Hətta bizə raket və s. atılmamışdan qabaq o deyək futbola və s. Həm Səudi Ərəbistanında, həm Qətərdə bir neçə Mossad agenti həbs olundu. Və bunlar bəlli oldu ki, gətiriblər partlayıcı vasitələr, TNT və s. partlayış törətmək istəyirlər. Və bu ABŞ-da da hətta millətçi kəsimdə o maqaçılar deyirlər, Trump tərəfdarı, Amerika millətçiləri. Hansı ki, İsrailin aksiyalarında təsirini qəbul eləmirlər. Və bunlarda da çox böyük sual yaranır ki, biz İranla döyüşürük. Səudi Ərəbistanı və Qətər bizim tərəfdədir, bizim blokdadır. Ən azından Qətər müharibəni istəməsə də biz oradakı bazalardan istifadə edirik. Bizim oradakı bazalarımızdan İranı vurur. Bu halda bu ölkələrə İran raket atır. Yəni İranla bu ölkələr düşməndir və biz tərəfdir. Belə olan halda biz niyə onların arasında partlayış törədirik? Bax, niyə biz Səudi Ərəbistanında, niyə biz Qətərdə və daha sonra Birləşmiş Ərəb Əmirliklərində oxşar hal qeydə alındı, amma orada ört-bastıq elədi. Çünki Birləşmiş Ərəb Əmirlikləri biraz İsrailə çox daha yaxın münasibətdir Qətərlə Səudi Ərəbistana baxanda. Yəni niyə bu baş verir? Hətta ABŞ-da bu sual ortaya qoydular ki, demək bunlar ABŞ-ı bölgədən çıxartmaq istəyirlər də. Çünki onsuz bu ərəb ölkələri indi sual ortaya çıxıb ki, yaxşı, sən bu müharibə başında bizə təhlükəsiz söz verdin, təhlükəsiz çətir söz verdin. İndi İran bizim bazalarımızı, aeroportlarımızı və s. vurdu. Bizi qorumadı. Bütün müdafiə sistemlərini apardın, İsraili qorumağa sərf elədin. Onda biz niyə bu münaqişədə iştirak edirik? Və bizim üçün sülh fonduna pul yığıldı. O pulla Qəzza bərpa olunacaq, İrana qarşı müharibə elan olundu. İkinci məsələ. Üçüncü məsələ, bu ölkələr 3 trilyon xərac qoyulmuşdu bilirsiniz də ki, Trump gələndə 3 trilyon ABŞ investisiya edəcəksiniz. İndi ABŞ sizi qoruyur, bu da vassal dövlətdə ki, sizin xəraclarınızdır. İndi ölkələr də imtina edirlər. Məsələn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri deyir ki, biz bu pulu hələ ki dağıntılara xərcləyəcəyik. Bərpa olunandan sonra, yəni açıq mesaj verirlər ki, sən bizi qoruya bilmirsənsə, biz sənə niyə xərac verək? Yəni biz 3 trilyon investisiya ABŞ-a qoyaq. Yəni sən bizə söz verdin, İranla təkbətək qoydun. Müdafiə eləmədin. Müdafiə sistemləri İsraili müdafiə elədi. Üstəlik, yəni bizdən bu xərac toplayırsan
Və indi də bəlli olur ki, üstəlik İsrailin bəzi deyək ki, agentləri də bizdə partlayış törədir. Evet. Yəni bütün bunlar aydın məsələ ki, bölgəni qarışdırmaq və İranla ərəb ictimaiyyəti arasında birbaşa o xətti qırmaqdır. Çünki hələ də İran bütün sərtliklərə baxmayaraq, hətta ərəb ölkələrində bayaq dediyim kimi aeroportlar və binalar da vurulub. İndi bunu bilirik, təkcə şey deyil, hərbi ABŞ müəssisələri deyil. Amma daha sonra Pezeshkian hətta efirdən üzr istədi və bu münasibəti düzəltməyə çalışır. Yəni biz işimiz Amerika ilədir, İsrail ilədir. Bizim ərəb ölkələri ilə, qonşularımızla problem yoxdur. Yəni xüsusilə Omanla və s. bilirsiniz, İranın çox yüksək münasibətləri var. Küveyt vasitəçi kimi iştirak edir və s. Belə bir halda biz oxşar ssenarini niyə məsələn Türkiyədə gözləməyək? Bir halda ki, həm ABŞ, həm İsrail Türkiyə müharibəyə daxil olmasını istəyir. Yəni Türkiyə mətbuatının sizə verdiyi sual budur. Bir halda ki, qeyd şərtsiz ABŞ-ın yanında olan, ABŞ-ın sülh fonduna milyardlar dollar vəsait köçürən, ABŞ-a 3 trilyon investisiya edən, ABŞ-ın birbaşa bazaları olan, o bazalardan İrana hücuma icazə verən ərəb ölkələrində gedib saxta bayraq əməliyyatı keçirib terror aktları baş verir. Niyə biz inanaq ki, Türkiyədə və ya başqa ölkələrdə bu cür əməliyyatlar olmayacaq? Bəli. Çünki siz fikirlərsiniz, son dövrdə həm Türkiyə olan hücumlarda ABŞ və İsrail hətta çox sərt reaksiya verirlər. Ya Türkiyənin yanındayıq, Türkiyə qarşı hücum qınayırıq və s. Hansı İsrail ki, İran əməliyyatından 3 gün əvvəl dedi ki, bölgədə təzə İran Türkiyədir, Türkiyə yeni İrandır, Türkiyə dağılmalıdır, biz şiə oxunu dağıtdıq, indi sünni oxunu dağıtmalıyıq. Əvvəl İran şiə terrorçuları dəstəkləyirdi, indi Türkiyə və Qətər sünni terrorçuları dəstəkləyir, ona görə dağıdılmalıdır və heç bir halda Netanyahu deyirdi ki, Qəzzada bərpa planında Türkiyə və Qətər ola bilməz. Nə oldu? Türkiyə birdən-birə ən qiymətli, ən dəyərli ölkə oldu. Fikir verirsə, son dövrlər xüsusilə Türkiyənin hərbi qüdrəti təriflənir. Elə Trump da tərifləyir, digər qərb mətbuatı tərifləyir. Türkiyənin ordusu, Ərdoğanın duruşu, Türkiyənin gücü, regional təsiri. O türklərin elə özündə bir ifadə var. Deyir, bayram deyil, seyran deyil, enişdən məni niyə öpdü söhbəti var. Yəni bu nə oldu? Bu Türkiyə sevgisi birdən-birə ABŞ-da və Israildə niyə belə bu qədər qabardı ki, bəs Türkiyənin bütün o qabiliyyətləri, gücü, müdafiə qüdrəti, bölgəyə təsir imkanları və s. bu qədər qabardılar. Aydın məsələ ki, Türkiyədə də analitiklər bu məsələnin arxasında məgər bizi müharibəyə qoşmaq mı istəyirlər sualını verirlər. Çünki baxın, dünən konqresdə, Amerika konqresində dinləmələr oldu. Və Müdafiə Naziri müavini açıq şəkildə konqresmendən sual verir. Deyir ki, birincisi bu müharibə qanunsuzdur. Çünki ABŞ-da müharibəni elan eləmək, müharibəni dayandırmaq, müharibəni aparmaq hüququ konqresə aiddir. Bu konqresdən icazəsiz olub. Trump düşündü ki, Venezuelada bu bir rahat şəkildə bir gündə həll elədi məsələni və konqresdə heç kəs heç nə deyə bilmədi. Çünki deyir, ağıllı fikirləşir, nə qədər dəli vurdu, şahı geçdi. Gətirdi ki, qardaş, getdim ölkəni, tabe elədim, neftin də Amerikanındır. Budur, Maduro da tutmuşam, gətirdi, gəzdirdi New York küçələrində gladiator kimi və yerinə də adam qoymuşam və konqres ona etiraz eləyə bilmədi. Trump burada da eyni planı fikirləşmiş ki, əgər İranın rəhbəri və ali generalitet orada öldürülsə, çox qısa müddət ərzində biz İranda da öz adamımızı hakimiyyətə gətirəcəyik. Və ona görə də bunun B planı yoxdur. Ən pis necə, bayaq indi başqa bir televiziyada bunu müzakirə eləyirik. Bəli. Hamı Trumpın nə eləyəcəyini düşünür və növbəti addım düşünür. Elə orada dedim, bunu Trump özü bilmir. Çünki baxın, dünən ABŞ-ın Müdafiə Naziri müavini konqresdə dinləmələrdə konqres onu sınağa çəkir, sorğuya çəkir. Deyir ki, sizin plan nədir? Məqsəd nədir? Hansı hədəf qoymusunuz? Hansı hədəfə çatsaz, ya müharibə dayanacaq və ya biz qalib sayılacağıq. Yəni biz əməliyyat başlamışıq da. Burada müharibədə bizim hədəfimiz Trump nədir? deyir ki, biz artıq hədəfimizə çatmışıq da. Yaxşı, hədəf nə idi onda? Hədəf ancaq Xameneyini öldürmək idisə, yəni indi oğlu daha radikal dini görüşləri var və qərb əməkdaşlara daha soyuq baxır. Yəni bu onda ABŞ-ın əldə elədiyi nə oldu burada? Yaxın şərqdəki bazalarını vurdurmaq və deyək ki, İranda neçə nəfər öldürmək və məsələ dağıtmaq mı? Yəni hansı hədəfə çatıb? Və orada da konqres sual verdi. Bizim hədəflərimiz nədir? Bizim alternativ versiyalarımız nədir? Və bizim çıxış planımız nədir? Hər bir əməliyyatın, hər bir müharibənin bir çıxış planı olmalıdır. Yəni bu iş biz planladığımız kimi getməsə nəyə addım atacağıq? Və Müdafiə Nazirinin müavini bu suala cavab verə bilmir. Vaxtında konqresmen də deyir ki, çünki dedi sizin müharibə strategiyanız və çıxış planınız yoxdur. Əgər Trumpın özünün bu müharibənin çıxış planı yoxdursa, biz ona hansı, deyək ki, məna yükləməyimizdən asılı olmayaraq, Trump özü də o çıxılmaz vəziyyətdədir. Çünki
planladığı bir gün əməliyyat, Venezuela kimi 2 gün əməliyyat. Xatırladınız, başlanğıcda 2-3 gün dedilər, sonra həftələrə ayırmağa çalışdılar, amma artıq neçə gün davam edir. Plana uyğun getmədi. İndi burada ABŞ nə etməlidir? Ya sadəcə status quo-nu saxlamalı. Necə ki, İraqla 90-cı ildə müharibə başladı, amma 2000-ci ilə qədər arada ABŞ İsraili bombalayırdı və arada İraq onlara qarşı terakt edirdi və ya Suriya ilə. Xatırladınız, İsrail hələ də bombalayır arada Suriyanı. Ya bu şəkildə davam edəcək, amma İran da burada boş durmur. İran da onun bazalarını və s. bombalayacaq. Yəni nə müharibə, nə döyüş vəziyyəti davam edəcək. Çünki intensiv raket müharibəsi üçün ABŞ-ın da o qədər silahı yoxdur. ABŞ da bu şəkildə intensiv raketlərlə bu müharibəni maksimum 2 həftə davam elətdirə bilər. Ən maksimum. Eyni şəkildə İran da, yəni bu raketlər sonsuz deyil. Ya bu belə status quo bu şəkildə davam edəcək, ya burada İranla Masiyotlu bir razılaşma olmalıdır. Ya da ki, real nəticə almaq üçün dediyim kimi mütləq qoşunlardan istifadə olmalıdır.